Salam değerli izleyiciler, kanalımıza hoş gəlmisiniz. Bugün ilaxır çərşənbədir. Buna torpaq çərşənbəsi də deyirlər. Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm. Sizə bundan gözəl illər, sağlıqlı, bərəkətli günlər arzulayıram. Deməli, bu günləri süfrəmizə aş bişiririk. Düzdür, bayram axşamında bizdə ancaq belə qəbul olunub ki, aş olaraq sütlü plov hazırlayırıq. Amma axır çərşənbədə turşu qormalı plov hazırlayırıq. Köhnə videomuz var. Həmin videoda görüntü zəifdir, ona görə yeniləmək istədik. Amma mənə elə gəlir ki, biz ara sıra kanalımızı izləyənlər bilirlər ki, köhnə videoları yeniləyirik. Amma mənə elə gəlir ki, nə qədər yeniləsək də köhnə videoların yerini vermir. Çünki orada həm hazırlama qaydası, həm hər şey elə bir ki, daha gözəldir. Bir tək görüntüdən başqa. Bu günləri də biz turşu qormanı yeniləyirik dediyim kimi. Bunun üçün bizim ətimiz qoyun ətidir. Amma biraz yaşlı, böyük heyvan olduğuna görə biraz gec pişəcək. Ona görə də əti birinci pişiririk. Amma ondan öncə gərək düyünü isladaq. Düyünü geniş bir qabın içərisinə tökürük. Biz təxminən 4 nəfərlik hazırlayırıq. Buna uyğun 3 stəkan, 4-5 nəfərlik. 3 stəkan düyü götürmüşük. İçərisinə 2 xörək qaşığı duz əlavə edib, üzərinə çıxana qədər su tökür. Su isti sudur, gördüğünüz kimi. Tuzu suda həll edib, 1-2 saatlığa kənara qoyuruq. Əti də gördüğünüz kimi artıq yumuşuq, qoymuşuq ki, suyu süzülsün. Aş süzənin içərisində xırda-xırda doğramışıq. Nə ölçüdə eləyəcəksə, həmin ölçüdə doğramışıq. Bunu sümüklü ətdən, xırda sümüklü, məsələn, qabırğa hissəsindən də eləmək olar. Amma biz tək sümüksüz ət götürmüşük. Birinci əti qızğın yağın içərisində o üz bu üz çevirməliyik ki, üzəri möhürlənsin. Belə həm kəfi çıxmır, həm də ki, ətin elə üzəri bərkiyir, bütün dadı ləzzəti içərisində qalır. Daha yaxşı olur, dadlı olur. Tavanı qızdırıq, ərimiş kərə yağı əlavə edirik. Yağ dağ olandan sonra içərisinə quyruqları, biraz quyruq da götürmüşük. Quyruqları, ətləri əlavə edirik. Gördüyünüz kimi yağ qırpılmışdır. O yüzden çeviririk. Və tavanın içərisinə bir-birinə sıx əlavə edirik. Üzərinə gəlmez. Üzərinə gəlsə ısılanacaq, yaxşı olmayacaq. Bu şekilde oyuncuyu çeviriyoruz. Xırda ətlərin hamısını əlavə etdim. Yəni olduqca yenilərini əlavə etdim. İndi onun altını da nə qədər açmışam sizə göstərmişəm. Gördüyünüz kimi sona qədər açmışam. Orta gözlüdür çobanın. Ben yüksək ateşdə qızğın yağda çevirirəm. Artıq hazırdır. Altını söndürürük. Və haradakı qormanı pişməyə qoyacağıq. Həmin qazanın içərisinə əlavə edib pişiririk. Və üzərinə su tökürük ki, pişsin. Dediyim kimi bizdə ət
biraz böyük heyvandır. Ona görə quzu əti olanda heç əlavə etmirik. Yəni ki, abqoranı nəzərdə tuturam. Abqora əlavə edirik. 3 dolu xörək qaşığı abqora əlavə edirik ki, abqora əti yumşaldır. Tez pişsin. Qapağını qoyuruq. Kəfini yığmaq lazım deyil. Artıq biz onu o üz boyu çevirəndə o kəfi çıxmır. Qoyuruq pişsin, yumşalmalıdır. Əti pişməyə qoyduq, indi soğanı doğrayırıq. Soğan bir iri var, 2 dənə də xırda götürürük. Yarım halqa şəklində doğrayırıq soğanı. Tavaya yağ əlavə edirik. Yağ isiləndən sonra soğanları əlavə edib yumşalana qədər qovururuq. Yəni, çox qızartmırıq. Ət artıq pişir. Amma dibində biraz bulyonu qalır. Altını söndürürəm, ət hazırdır. Soğan hələ qovrulmayıb. Bir qədər soğan ölür. Soğan qovrulan zaman, yəni çox qovurmuruq dediyimiz kimi, şəffaflaşmalıdır. İçərisinə sarıkök və zövqə görə duz əlavə edirik. Qarışdırırıq. Hazır olana qədər pişiririk. Artıq soğanımız hazırdır. Biz indi qarıya əlavə etmək üçün şabalıd və abxara turşu götürmüşük. Əti 850 qram götürmüşdük. 3 stəkan, 200 qramlıq stəkanla düyüyə. Deməli, buna uyğun olaraq 400 qram şabalıd və 150 qram abxara turşu götürürük. Şabalıdı özümüz təmizləyib dondurucuda saxlamışıq. Həmin videonu sizinlə də paylaşmışıq. Maraqlananlar bu videonun altında linki olacaq, baxa bilərlər. Soğanı bu dərəcəyə qədər qovururuq və tavadan yığırıq. Gördüyünüz kimi soğanı tamamilə yığdıq, yəni xırda hissələri də qalmasın. Və elə həmin tavaya biraz da yağ əlavə edib şabaldı və abxara turşunu qovuracağıq ki, dağılmasın, yaxşı olsun pişəndə. Dondurucudan çıxartdığımıza görə bir-birinə yaxşıdırlar. Biraz qovururuq. Şabalıd və abxara turşunu bir qədər qızğın yağda çevirdik. Altını söndürürük. İndi biz ətin duzunu, istiotunu vurmalıyıq. Əgər yadınıza gəlirsə, biz ətə duz vurmamışıq. Nə duz, nə də istiot vurmuşuq. İndi vururuq. Biz soğana da duz vurmuşuq. Onu da nəzərə alırıq. Zövqə görə yenə də əlavə olunur. İçərisinə soğanı əlavə edirik, üzərindən belə tökürük. Və şabalıd və abxara turşunu əlavə edirik.
Şabaldı buxara turşunu əlavə edəndən sonra üzərindən biraz kərə yağı qoyuruq. Bir 50-60 qram. Papağını qoyuruq və bir dəmirin üzərinə qoyuruq. Vam ateşdə bişir. Qazanın dibi qalındır, amma yenə də hər ehtimala qarşı qazanda, daha doğrusu dəmir də qoyuruq ki, altına ki, yavaş-yavaş tam ateşdə bişsin. Artıq ət demək olar pişib, bütün ərzaqlar. Bir turşu, bir şabal yumuşalmalıdır. Aşın qarasını pişməyə qoyduq. İndi həm aş üçün, həm də ki qarası üçün zəfəran dəmləyirik. Bir qədər əlavə edib üzərinə qaynar su tökürük. Ağzını bağlayıb dəmə qoyuruq. Və xəmiri yoğururuq. Qazmaq üçün xəmiri aşı hardakı, hansı qazandakı dəmə qoyacağıq, qazanın dibinin ölçüsünə uyğun yoğururuq. Deməli, biz 200 qramlıq stəkanı, bir dolu stəkan un götürmüşük. Bir dolu xörək qaşığı qatıq. Bir qaşığın ucunda çay sodası, 2 xörək qaşığı bitki yağı və bir çimdik duz. Əvvəlcə onun üzərini unu eləmişik. Onun üzərinə biraz duz əlavə edib qarışdırırıq. Sodanı əlavə edirik. Qatığın üzərinə əlavə edib sodanı qarışdırırıq. Bitki yağını əlavə edirik və qarışdırıb xəmiri yoğururuq. Xəmiri yaxşı-yaxşı yoğurduq. Belə bir xəmir olur. Üzərini örtüb qoyuruq ki, dincəlsin. O vaxta qədər aşın dinabını qoyuruq. Artıq aşın qarası hazırdır. İçərisinə biraz zəfəran tökürük. Və altını söndürürük. Aşın suyu qaynayıb, içərisinə bir dolu xörək qaşığı duz əlavə edirik. Düyünü də yaxşı-yaxşı suyu şəffaflaşana qədər yumuşuq. Yəni düyünü suda isladanda, duz əlavə edib isladanda narahat olmayın ki, o duzda olacaq. Çünki onu yuyanda duzu əgər yaxşı yuysanız, duzu təmizlənir. Onu nəzərə almayın. Düyünü əlavə edirik. Və hazır olana qədər suda qaynadırıq. Hazır olanda özünüz əlinizlə baxanda görəcəksiniz ki, yumuşalmalıdır, amma çox əzilməməlidir. Tamlığını saxlamalıdır. Düyü pişənə qədər biz qazanın dibinə salmaq üçün qazma xəmirini yayırıq. Artıq düyü hazırdır. Onu süzə bilərik. Qazana biraz atırıq. Bunu bitki yağı da edə bilərsiniz. Hər tərəfini yağlayırıq. Biraz kənarlarına da elə edirik ki, kənarları da bir qədər yağlansın. Və yaydığımız xəmiri içərisinə salır. Kənarlarını da düzəldirik. Və bir forma ilə ya stəkanın ağzı ilə də kəsə bilərsiniz. Yumru kəsirik. Bunu siz bıçaqla paxlava formasını kəsə bilərsiniz.
kvadrat da kəsə bilərsiniz. Yəni kim necə istəyirsə biz belə kəsirik. Kəsməyə də bilərsiniz, amma belə olanda daha səliqəli olur, rahat çıxartmaq olur. Və aşı düyünü qazana əlavə edirik. Düyünü əlavə elədik. İndi biz onun üzərinə yağ qoyuruq. Bunu ərinmiş yağ da tökə bilərsiniz, amma biz ərinməmiş yağ qoyuruq. Yağı xırda-xırda doğrayırıq. Və içərisinə dəmlədiyimiz zəfərandan tökürük. Qazanın qapağını təmiz bir çay dəsmalına səriyib ağzına qoyuruq. Qazanın altına da dəmir qoymuşuq. Qazı da çox açmırıq, orta açırıq. Təxminən 1 saata yaxın dəmdə qalır. Aşımız artıq dəm aldı. Qapağını qaldıran kimi içərisindən buxar çıxır. Siz onu əlinizi ısladıb yuxarıya qədər vursanız cız səsi gələcək. Deməli hazırdır. Bunu sizə bir neçə videoda göstərmişik. Qaranı da isti olmağa qoymuşuq ki servis edək. Şimdi biz onları servis edib sizə göstərmək istəyirik. Həm turşusu, həm şabalıdı, həm ətləri, hamısı çox yaxşı pişir, amma dağılmayır. Özünüz də onu görürsünüz. Və aşımızı da çəkirik. Gördüğünüz gibi qazmağı da çok güzel kızarıb. Elə biz buna göre kəsirdik ki rahat olsun. Artık biz onu kəsməyə ihtiyac yoxdur. Rahat götürüb üzərinə düzəcəyik. Üzerine de qazmaqlarını qoyuruq. Bu qədər. Mən bir daha sizin hamınızı İlaxır çərşənbə münasibətilə təbrik edirəm. Sizə can sağlığı, sürələrinizin ruzulu, bərəkətli olmasını, gününüzün xoş keçməsini arzulayıram. Neçə bundan gözəl illər arzulayıram sizə. Bu qədər. Bu da bizim hazırladığımız turşu qoymalı plov idi. Əgər bəyəndinizsə siz də bu qaydada hazırlayın. Əminik ki, ailənizin, uşaqlarınızın, sizin çox xoşunuza gələcək. Bu videonu like etmeyi, kanalımıza abone olmağı da unutmayın. Siz de hazırlayın, şirin şirin yiyin. Nuş olsun.